Herkese salam. Bugün Azərbaycan dili dərsli ikinci hissə səhifə 71, 72, 73 işləyəcəyik. Onda başlayaq. 71-i işləmişdik. 2 ayla 2 B qalmışdı. Onlara baxacağıq indi. Kelly Holmesun mühakimələrinə əsasən müəllif haqqında nə deyə bilərsiniz? O kimdir? Nə ilə məşğul olur? Aşağıdakı müəllif haqqında yazılarını oxuyun. Bu mətn parçasını Kelly Holmesun fikirləri ilə əlaqələndirin. Gəlin bunu oxuyaq. Kelly Holmes 1970-ci ildə İngiltərədə anadan olub, 12 yaşından yüngül atletika ilə məşğul olmağa başlayıb, 13 yaşından 1500 metr məsafəyə qaçış üzrə Böyük Britaniya çempionu olub, bir çox beynəlxalq yarışlarda iştirak edib, lakin uzun müddət qalib ola bilməyib. Yalnız 2004-cü ildə 34 yaşında Afinada keçirilən Olimpiya oyunlarında həm 800 metr, həm də 1500 metr məsafəyə qədər qaçış üzrə çempion olub. İndi sual cavablayaq. Bunu belə cavab verə bilərəm ki, məsələn, Kelly Holmes kimdir falan. Kelly Holmes atletdir, atletika ilə məşğul olur, atletdir. Olimpiya çempionu olub, beynəlxalq yarışmalarda uğur qazanmaq üçün mübarizə aparıb, yolundan dönməyib, yolunu davam edib, əzmkar olub, cəsarətli olub. Belə xarakterlərə sahibdir. Bunları deyə bilərik. Kelly Holmes haqqında bunları mən deyirəm. Keçək 2B-yə. Kelly Holmes idmana gəlişinin neçə il sonra beynəlxalq yarışlarda ciddi uğur qazanıb. Bu faktlar onun yazdığı mətndəki hansı fikri təsdiq edir? Deyək ki, 1970-ci ildə anadan olub, 12 yaşında atletika ilə məşğul olub. Onda 1970-ci ildə 12 gəlirəm, 1982. Deməli 1982-də başlayıb atletika ilə məşğul olmağa. Sonra deyək ki, idmana qalib olub da 1982-də. Sonra 2004-cü ildən çıxırıq 1982-ni, çünki deyək ki, Afinada keçirilən Olimpiya yarışları, yəni Əlsun orada iştirak edib 2004-cü ildə. 2004-dən çıxıram 1982-ni, oradan eləyir, 22 eləyir. Deməli 22 yaşında, 22 il sonra, 22 yaşında deyil, 22 il sonra Olimpiya qalibi olub. Buranı tamamladıq. İndi keçirik səhifə 72-yə. C-yə keçək. Aşağıdakı məşhur çempionlar haqqında qısa məlumat və onların idman haqqında söylədiyi fikirlər təqdim olunur. Mətnləri oxuyun. Ən çox xoşunuza gələn 3 stadı seçin və seçiminizi əsaslandırın. Bunları oxumağımız uzun sürəcək. Ona görə mən tez oxuyub gəlirəm. Uşaqlar, mətni oxuyub gəldim. Mənim ən bəyəndiyim 3 stad bunlar arasında 2 Pele olub bu. Sonra bu, sonra isə bu. Amma ən bəyəndiyim həqiqətən ciddi olaraq deyirəm. Bu arada bunu da çox bəyənmişəm Məhəmməd Əlinin. Sadəcə 3 dənə seçim haqqım olsaydı onları seçərdim. Ən bəyəndiyim Michael Jordan'ın bu yazdığı olub. Yəni Messi'ni də çox bəyəndim, Pele'ni də çox bəyəndim. Hamısını çox bəyəndim. Mən bu üçün seçdim. Siz hansıları seçərdiniz? Yorumlara yazın. 3A-nı oxumayacağam, çünki bu başqa dərslikdir. Başqa dərslərdə gələn dərsimiz nə olacaq? Gələn dərsimiz başqa qaydadır. Onda 3A-nı eləyək, çünki 3A başqa dərs deyil. Yəni 3A-dan sonra başqa dərs gəlir. Ona görə 3A-nı eləyək. Deməli belə bir şeylər yazıb bilərik. Mən biraz bunlardan, bu statlardan kömək alacağam. Çempionluq bir məqsəddir. Yəni bu bir xarakter kimi bir şeydir. Çempion olmaq üçün qarşıya məqsəd qoymalısan və ona yerinə yetirməlisən, belə deyək. Çempion olmaq üçün ilk olaraq, yəni onu istəməlisən. Onu çempion ola bilmək üçün qarşıya bir məqsəd qoyub onu əməl eləməlisən. Burada dediyi kimi istedad anadan gəlmə deyil. İstedadı biz özümüzdə yaradırıq. Sonra çətinliklər ola bilər bizim bu yarışlarda. Lakin geriyə dönməməliyik. Qarşımızı davam etməliyik. Hər nə qədər çətinliklər olsa da. Uduza da bilərik. Amma uduzmaq o demək deyil ki,
biz ancaq məğlub olacağıq. Yəni belə yaza bilərik. Bəli uşaqlar, belə yaza bilərsiniz. Yəni mən belə düşündüm. Siz də özünüzdən belə bu statlara uyğun olaraq yaza bilərsiniz. Bu qədər idi bu günlük. Yəni dəfə isə səhifə 74, 75 işləyəcəyik. Bay bay.